Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebiyine Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Həqiqətən də çox şey yavaş ortaya çıxır. Bu 77 sifət. Dəccal. Dəccal yəni çox yalan danışana deyirlər. Kəzzəbə deyirlər. Əlixan Musayev çox oyunlara girir. Gah təkvirçilərlə, yüzlərlə təkvirçi bir yerə yığırdı kafedə, Qaraçuxurda. Normal insanları çağırdı yanına. O arada təkvirçilərlə ünsiyyət qururdular. Nə qədər insanlar azdı. Ölkəmizə gələndən sonra təkvirçilik %50% artdı. Son 10 ildə təkvirçi sıfıra enmişdi. O proyekt alınmadı. Ondan sonra keçdi başqa işlərə. Bəzi gənc tələbələri ittiham eləmək ki, güya bunların təbliğatın nəticəsində Azərbaycanda sünni-şiə problemi artıb və buna misal çəkir ki, bunu axırı gedib Suriyədəki baş kəsməyə çıxacaq deyə insanlar qorxuzur. O proyekt də baş tutmadı. Sonra keçdi ki, güya ölkəmizdə problem var, sünni-şiə problemi var. Ay vay, güya bu xilaskar kimi məsələləri yoluna qoymağa çalışır. Yəni güya can yandırır vətən üçün. Bunun da cavabını verdi bu saxtakarın ki, 10 il ərzində hardaydın? İşçilərlə, təkvirçilərlə, nə bilim, o cihadistlərlə əlaqədə olanda o cihadistlər ki, gedib Suriyədə milyonlar insanı qırdılar. İraqda ailələri dağıtdılar, dinc insanları qırdılar, əhl-sünnəni qırdılar, əhl-şiəni qırdılar. Hər kəsi qırdılar, kim bunlarla deyil. Hardaydın orada? İndi ölkəmizə gəlib təkvirçilərin əlaqəsini örtbasdır eləmək istəyir. Örtbasdır eləmək üçün təkvirçilərin əlaqəsini, onlara dəstək verməsini, güya bu sünni-şiə qardaşına önəm verir və güya problem və bu problemi həll edir, amma oturduğu insanlar kim? Təkvirçilər, xavaricilər gündəlik, hər gün onlarla bərabər. Ona da cavabını verdi ki, əgər sən belə səmmisənsə, olan oturanda belə məsələlər danış. Məsələ nədir? Mən gözlədim. Yaxşı, belə bir cənfəşanlıq eləyirsən, olmayan bir şey işirdirsən ölkəmizdə. Güya sünni-şiə problemi var, bunun axırı pis olacaq. Olmayan bir şeyi sünni şəkildə şirdirsən, insanları qorxurdursan, bir-iki çıxışla öz cinayətləri, təkvirçiləri toplamağı, onları bir araya yığmağı, ölkəmizdə dövlət ilə nifrətlə yetişən dövlət əleyhinə, hakimiyyət əleyhinə, ordumuz əleyhinə, polisimiz əleyhinə, hüquq mühafizə orqanları əleyhinə nifrətlə yetişən, din adı altında nifrətlə yetişən bir kütlə hazırlamaq üçün belə şeydən istifadə edirsən. Baxın, bugün 8 noyabr idi, qələbə günü idi. Hardaydın? Bir dua eləyərdin xalqımız üçün, bir dua eləyərdin şəhidlərimiz üçün, bir dua eləyərdin əskərlərimiz üçün, vətənimiz üçün, bir bayraq paylaşardın və ya bir dua eləyərdin 30 saniyə, 1 dəqiqə. Niyə eləmirsən? Çünki gündüz belə danışsan, axşam təkvirçilərlə, işçilərlə, dövlətimizə kafir deyən, rəhbərimizə kafir deyən, ordumuzu, polisimizi, hüquq mühafizə orqanlarını, tağutun əskərləri adlandırıb onları təkfir edən, qanını halal görəndən oturursan axşamlar. Gündüz başqa sifət, gecə restoranlarda, kafelərə başqa sifət. Çünki qorxdun ordumuza, xalqımıza, millətimizə, dövlətimizə, rəhbərimizə bugün önəmli bir gün, qələbə günü belə bir dua etmək ki, təkvirçilə hesab vermə olacaqsan. Çünki sən neçə dənə sifətin var? Bundan belə danışsan, bundan belə danışsan, bundan belə danışsan. Görürsən, sən kimi saxtakarların maskaları belə durumlarda necə ortaya çıxır? Yəni, eləyə bilməzdin. Bir 30 saniyəli, 1 dəqiqəli bir dua xalqımız üçün, ordumuz üçün, vətənimiz üçün. Subhanallah. Və sən özü belə aparırsan ki, olmayan bir şey işirdirsən ki, sünni-şiə problemi var, bunun sonu pis gedəcək, Suriyədəki baş kəsməyə gedəcək. Yəni, baş kəsəndən sənin ətrafındakı o təkvirçilər, xavaricə, işçilərdir. Bugün də onlarla oturursan, xalqımızı kafir görürlər. Onlarla oturursan, şəhidlərimizə dil uzadırlar. O murdar sözlərimizi demək istəmirəm burada. Və sən özün də onlarla oturanda olay kimi danışırsan. Açıq-aşkar qorxdun bir dənə dua eləməyi ki, sənə deyərlər ki, 200'lü münafiq. Onsuz da ailənlər deyirlər. Belə durumlarda ortaya çıxır insanın vətənpərvərliyi, vətənini, xalqını, millətini sevməsi. Saxtakar. Eləyərdin də, niyə eləmədin? Mən bu tənqimdən sonra eləsən də nə faydası?
İnsan gələ içindən gəlsin, içindən gəlsin. Onsuz da ki, bəzən xavacla əlini danışanda da xavacla xəbər göndərirsən ki, bu sizə aid deyil. Məni güya dövlət sıxır, ona görə danışıram deyə insanları aldadırsan. Səndə 77 sifət az deyil, səndə 177 sifət var. Bugün sənin saxtakarlığın ortaya çıxdı. Olmayan bir şey şişirdib, insanları qorxurdursan ki, sünni şiə problemi var və özünü də göy xilaskar kimi göstərirsən, göy vətənin qeydinə qalırsan, dərdinə qalırsan. Elə bugün göstərərdin də dürüstlüyü. Sən kimi saxtakarların din adı altında insanları ölümə göndərdin Suriyaya. İraqda öldülər, IŞİDə qoşuldular. Bugün də ətrafındakı o təkfirçilər, xavariclər ölkəmizi, xalqımızı, millətimizi təkfir ediləsə, özünü təkfir elədin. Gizli səsin ortaya çıxdı. Əlhəmdülillah, Allah həmd olsun, onu da yaydıq. Bütün Azərbaycan xalqını fitrət əhli adlandırırsan, yəni kafir adlandırırsan. Və sonra deyirsən ki, mən necə müsəlman deyim, şirk elədi və ya küfr elədi. O səsin də ortaya çıxdı, təkfirçiliyin. Çünki təkfirçinin otanda təkfirçi kimi danışırsan sən. Və bugün də saxtakarlığın bir daha ortaya çıxdı. Allah həmd olsun. Allah həmd olsun ki, səni kimi saxtakarları, 200-ləri, 77 sifətləri ifşa eləməyi mənə və digər dinimizi, millətimizi, xalqımızı sevən insanlara nəsib edib. Və bu böyük bir savabdır ki, səni kimi saxtakarların caynağından qurtarmalığı gənclərimizi ki, o Suriyada, İraqda ölənlərin gününə düşməsinlər. Onlar kimi olmasınlar, təkfirçi olmasınlar. Çünki təkfirçi xavaric olanda birinci ailələrinə əziyyət verirlər. Analarını, göz yaşını axıdırlar o sənin ətrafında olan o saxtakar təkfirçilər, işitçilər. Gördün sən saxtakarlığın necə ortaya çıxdı? Rəbbimizə həmd olsun. Axşama qədər gözlədim. Tık yoxdur. Çünki saxtakarsan. Hətta üzdə danışdığın şeylərdə belə ki, güya sən Azərbaycanda olmayan bir şey şişirdirsən, sən xilaskarsan, hələ onda belə sənin düzgün düşürmürsən. Çünki təkfirçiyə deyirsən ki, ətrafındakı insanlara ki, bunu obşi publika üçün eləyirəm. Subhanallah, sən nə qədər, bir insana nə qədər sifət olar? Allah sənin şərindən qorusun xalqımızı, vətənimizi, millətimizi, əskərimizi, polisimizi, dövlətimizi, dövlətçiliyimizi, bayrağımızı. Allah sənin kimləri uzaq eləsin bu gözəl vətənimizdən. 24 il ərzində nə qədər ailələri dağıtdın, 10 minlərlə insanları təkfirçi, xavaric elədin, ailələr dağıldı və ölkəmizdə fəsad çoxaldı. 10 ilə yaxın yox idin, təkfirçilik bitmişdi, yenidən gəlmirsən, olmayan bir şeyi şişirdərək insanlar qorxudu və özü xilaskar kimi qələmə verməyə çalışırsan güya vətənimiz üçün can yandır, amma bugün sənin o saxtakar 200'lü sifəti nədir? Ortaya çıxdı. Rəbbimizə həmd olsun.